Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və abituriyentlər. Mən Balay Səlim Kərimoğlu, yüksək ixtisaslı mütəxəssis olaraq, alim fizik riyaziyyatçı olaraq sizləri mənə məxsus olan Bakı şəhəri Ziya Bünyadov prospekti 7 ünvanı yerləşən Fizik Riyaziyyat Studiyasından, Fizik Riyaziyyat Mərkəzindən salamlayıram və bu yuxarıda qeyd olunan mobil telefon nömrəsi ilə, əlaqə nömrəsi ilə bizlərlə əlaqə saxlayıb bizim hazırlıq dərslərimə, fizik riyaziyyat fənlərinə aid olan ali məktəblərə qəbul olmaq üçün əsasən dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz həm onlayn, həm offlayn, həm qrup, həm fərdi şəkildə aparılır və sizin istəklərinizə uyğun olaraq proqram tərtib olunur və yüksək səviyyədə həm Azərbaycan, həm Rus bölməsindən, həm fizika, həm riyaziyyat fənnindən dərslərimizi bu nömrə ilə bizə zəng etməklə yazıla bilərsiniz və qoşula bilərsiniz. Bugünkü dərsimizdə sizin üçün sizlərin təklifi əsasında təbii ki, maraqlı ola biləcək belə bir aşağıdakı məzmunlu məsələyə həsr etmişəm. Fizikanın mexanik bölməsində aid olan bir məsələdir. Məsələnin məzmunu və mahiyyəti aşağıdakindən ibarətdir. Belə bir məktəbli laboratoriya qurğusunda, bu qurğunun adına adətən mörtv petlidirlər, yəni ölüm ilgəyi. Ölüm ilgəyi. Yəni ölüm ilgəyi adlanan məktəbli laboratoriya qurğusunda ən kütləli bir kürəcik, çox kiçik bir kürəcik, sürtünməsiz olaraq həmin bu metal ölüm ilgəyinin təbii ki, daxili səthi üzərində sürtünməsiz hərəkət edir. Təbii bu gəlir belə, buradan da bunun səthindən sürtünməsi hərəkəti tezdən bura qayıdır və bu belə bir dövr edir. Və belə bir hərəkətə ölüm ilgəyində ən kürəciyin hərəkət edilir. Və belə bir ölüm ilgəyində məktəbli laboratoriya qurğusunda ən kütləli kürəciyin hərəkəti tədqiq olunur və sual qoyulur ki, belə bir ən kütləli kürəcik metal ilgiyin səthi üzrə sürtünməsiz hərəkət etdikdə ən aşağı və ən yuxarı nöqtədə, yəni metal ilgiyin, ölüm ilgiyinin ən aşağı, ən yuxarı nöqtələrində təzyiq qüvvələri, yəni həmin kürəciyin metal ilgiyin ən aşağı və ən yuxarı nöqtələrində həmin ilgiyə göstərdiyi təzyiq qüvvələrini tapın. Təbii ki, təzyiq qüvvələri tapın. Bu təzyiq qüvvələri qeyd edelim ki, həmin metal kürəciyin həm də çəkisi deməkdir. Yəni, bu nöqtədə hansı təzyiq qüvvəsi ilə o metal kürəciyin aşağı yuxarı nöqtələrində təzyiq göstərirsən, metal ilgiyin təbii ki, metal səthində. O, onun həm də çəkisi deməkdir. Və eyni zamanda da hansı təzyiq qüvvəsi ilə, yaxud çəki ilə metal ilgiyin səthinə təsir edirsə, metal ilgiy də həmin mütləq qiymət ona bərabər, təbii ki, istiqaməti əks olan həmin mütləq qiymət ona bərabər qüvvə ilə də neyini ona təsir göstərir. Newton 3-cü qanuna görə ona reaksiya göstərirlər. Yəni, metal ilgiyin daxili səthi tərəfindən kürəciyə göstərilən reaksiya qüvvəsi həmin metal kürəciyin aşağı və yuxarı nöqtələrdən edir konkret olaraq həmin nöqtələrdə göstərir təzyiq qüvvəsini, yəni həmin metal kürəciyin çəkisinə bərabər. Və bu çəkini, bu təzyiq qüvvəsini, bu reaksiya qüvvəsini qiymətləndirmək, qiymətini tapmaq tələb olunur və bir də onların fərqi nəyə bərabər. Yəni, aşağı və yuxarı nöqtədə həmin o təzyiq qüvvələrinin, metal kürəciyin, həmin metal ilgiyin aşağı yuxarı nöqtələrində təzyiq qüvvələrinin, yəni reaksiya qüvvələrinin çəkilərinin fərqini tapmaq tələb olunur. Və bir də soruşulur ki, ən azı hansı hündürlükdən buraxılmalıdır ki, yəni minimum hansı hündürlükdən bu laboratoriya qurğusunda hansı ən kiçik hündürlükdən buraxılmalıdır ki, o buradan aşağı düşmədən həmin ilginin daxili səthində sürüşüb hərəkət edə bilsin. Təbii ki, hündürlük çox olduqca o daha böyük sürətlə gələcək. Yəni hansı ən kiçik sürətlə, ən kiçik hündürlükdə, hansı ən kiçik sürətlə o buradan buraxılmalıdır ki, bu proses, bu laboratoriya qurğusunda bu eksperimenti müşahidə etmək mümkün olsun. Belə bir suallarla biz bu laboratoriya metal ölüm ilgiyi adlanan metal ilgiydə həmin bu eksperimenti tədqiq edib və dediyimiz sualları da cavablandırmağa çalışacağıq və o məsələləri də incələmeye çalışacağız sizinlə.
Belə başlayırıq. Deməli, bu bizim bəyan qeyd etdiyimiz ölüm ilgəyi adlanan, ölüm metal ilgəyi adlanan laborator burasındadır və onun da müəyyən hündürlükdə, H hündürlüyündə orada bir M kürəcə buraxılır və bu istiqamətdə gəlir və ölüm ilgəyi daxili səthi üzrə fırlanaraq belə bir hərəkəti icra edir. Məqsəd tələb olunur ki, aşağı A aşağı nöqtədir, Y da yuxarı nöqtədir. Aşağı və yuxarı nöqtələrdə, ən aşağı və ən yuxarı nöqtələrdə həmin metal kürəciyin hərəkəti zamanı metal ilgəyə göstərdiyi təzyiq qüvvələrini tapmaq lazımdır, onların fərqli və bir də qeyd etmə hansı ən kiçik hündürlükdən buraxmaq lazımdır ki, o proses müşahidə olunursun. Yəni, o burada aşağı düşmədən hərəkət edər, metal ilgəyə daxil sətirsə, bu proses davam edebilsin. Onun üçün nə edirik? Təbii ki, vəziyyəti qiymətləndiririk. Həm aşağı və yuxarı nöqtələrdə kürəciyin təsirdən qüvvələrə baxır. Kürəciy demək ki, sükunət alınan, başdan sürə sıfırdır. Sükunət alınan, yeyinləşən hərəkətlə hərəkət edir və bu sürət sıfırdır, bu sürət maksimumdur. Buradakı potensial keçdi tamamilə nə oldu? Kinetik enerji. Sonra kinetik enerji, həm də potensial tam mexanik enerji deməkdir. İstənilən nöqtədə, həmin nöqtədəki potensial enerji ilə kinetik enerjilərin cəmini bərabərdir. Yəni, bu bizim energetik məsələnin incələməsidir. Aşağı nöqtədə həmin kürəciy təsir edən qüvvələr arasında ağırlıq qüvvəsidir, enerji aşağı yönəlir və bir də həmin kürəciyə bu üfqi səthdən qoyulmuş metal ilgəyin daxili səthindən göstərilən reaks qüvvəsi təsir edir. Yəni, metal kürəciyə burada hərəkət qüvvə təsir edir. Təbii, biz burada sürtünməni nəzərə almırıq. Yəni, metal ilgəyin səthi üzrə hərəkət zamanı biz sürtünməni nəzərə almırıq və metal kürəciyin radiusunu çox kiçik qəbul edilmişik. Yəni, onun mexaniki fırlanma enerjisini nəzərə alınır. Birbaşa onun irəlilmə hərəkət enerjisini, sıfır kinetik enerjisini nəzərə alınır və onun fırlanma enerjisini nəzərə almırıq. Yəni, enerji məsələn ki, tam burada irəlilmə hərəkəti ancaq kinetik enerjidən ibarətdir. İrəlilmə hərəkəti kinetik enerjisindən ibarətdir. Yəni, bu abstraksiyalarda, yəni, metal kürəcinin çox kiçik olması, maddi nöqtə olması və sürtünməsi hərəkət etməsi nəzərə almaqla qeyd edilir ki, aşağı nöqtədə metal kürəciyə təsir edən ağırlıq qüvvəsidir və bir də metal ilgəyin daxili səthindən həmin kürəciyə göstərilən reaksiya qüvvəsi. Təbii, bu reaksiya qüvvəsi həmin kürəciyin həmin nöqtədə metal ilgəyin daxili səthinin göstərdiyi təzyiq qüvvəsinə qiymətcə, mütləq qüvvəsi bərabərdir. Ona görə də yazılır. Aydın məsələ ki, bu kiblonun hesabına nə olur? Məşqəsin ki, bu çevrə üzrəşdirir və bu metal ilgəyin radiusu qeyd etdiyimiz R-ə bərabərdir. H hündürlükdən buraxılır, R radiusu ilgəyin daxilində belə bir hərəkət biz izləyirik. İlgəyin radiusu qeyd edilmiş R-ə bərabərdir. Bu aydın məsələ ki, bu çevrə üzrə hərəkətinə görə bu daxildə məşqəsin təsirli mərkəzə doğru yönəldiyindən aydın məsələdir ki, PA, yəni daxili səthdə metal kürəciyə göstərilən reaksiya qüvvəsi, yəni metal ilgəyin aşağı nöqtəsindəki səthi tərəfindən metal kürəciyə göstərilən təzyiq reaksiya qüvvəsi PA-ya bərabərdir. PA MŞ-dən aydın məsələ ki, böyüdür. Yoxsa əks halda bu fırlanmaz, hərəkət edilməzdir. Və PA MŞ-dən böyük olduğuna görə PA çıxısı MŞ nə olacaq? Newton ikinci qanuna görə olacaq. M vurulsun məşqəsimin təsiri. O da BA koda bölsünür. Yəni, biz qəbul edirik ki, bu nöqtədə belə bir toxunan istiqamətində VA yönəlmişdir. Hərəkət belə davam edirik, istiqamət belə toxunan istiqamətində. M VA koda bölsün, VA koda bölsün məşqəsimin təsiridir. Yəni, mərkəzdə olduğu yönəlmişdə olmalı təsiridir. M olsa VA koda bölsün, bu nəyə bərabər olmalıdır? Newton ikinci qanuna yekun qüvvə. Yekun qüvvə nəyə bərabərdir? Reaksiya qüvvəsi çıxılsın MŞ. PA MŞ bərabər MVA koda bölsün. Buradan da alır ki, həmin nöqtədə reaksiya qüvvəsi, yəni metal ilgəy tərəfindən A nöqtəsində kürəciyə təsir edən reaksiya qüvvəsi nəyə bərabərdir buna? Bu həmin nə deməkdir? Həmin nöqtədə metal kürəciyin Newton 3-cü qanuna görə həmin nöqtədə metal kürəciyin metal ilgəyin səthinə göstərdiyi təzyiq qüvvəsinə bərabərdir. Və həmin nöqtədə o metal kürəciyin çəkisini göstərir, qiymətçi. Amma onu demək olur ki, PA burada həm reaksiya qüvvəsidir, yəni kürəciyə təsir edən metal ilgəy tərəfindən təsir edən reaksiya qüvvəsidir. Həmin nöqtədə həm də metal kürəciyin
metal ilgiye sert gösterdi. Hem de təzyiq qüvvəsi deməkdir, hem de həmin noktada metal kürəciyin metal sərtdə gösterdiği çəkisi deməkdir. Həmin bu PA eyni mənada daşıdır bu baxımdan. Onun üçün alırıq belə bir aldı PA bərabər burada alırıq ki, M nöqtəsi VA bölünsün E plus J. İndi buradan biz VA kvadrat tapıb məsələni biraz da rahatlamalıyıq. Deməli, aşağını yazanda biz bunu alırıq, yuxarını da bir şey qaydını yazmalıyıq. Bu da fırlanın en yuxarı nöqtədə nə olacaq? Yuxarı nöqtədəki sürəti biz V20 işarələmişik. Toxuna istiqaməti görülmüş həmin bu yuxarı nöqtədə. Həmin nöqtədə metal ilgiyə yuxarı səthi tərəfindən en küçük kürəci təsir göstərən reaksiya qüvvəsini biz P-nin işarə edirik. Çünki təzyiq qüvvəsi olan metal kürəci yuxarıdan hərəkət edəndə təzyiq qüvvəsi nədir? Yuxarıya yönəlmişdir. Və onun çəkisi də yuxarı yönəlmiş. Yəni təzyiq qüvvəsindən çəki eyni istiqamətdə yönəlmişdir. Təzyiq qüvvəsi çəkisi həmin nöqtədə yuxarı yönəlmiş. Amma onun əksinə Newton 3-cü qanuna görə metal sərt tərəfində həmin kürəciyə nədir? Reaksiya qüvvəsi təsir edir və o da ağırlıq qüvvəsi istiqamətində aşağı doğru yönəlmişdir və yəni mərkəzə doğru. Ondan alır ki, bunlar eyni istiqamətdə olduğuna görə metal sərt tərəfindən, metal ölüm ilgiyə sərt tərəfindən yuxarı nöqtədə həmin en küçük kürəci təsir edən P-Y reaksiya qüvvəsi və MC eyni istiqamətdə olduğunda bunlar toplanır yekun qüvvəni verir və yekun qüvvə də bərabər olacaq. En vurursa həmin nöqtədəki başqasına təsir olacaq V-Y kvadrat bölünsün R. Və buradan da P yuxarı, yəni yuxarı nöqtəsindəki həmin reaksiya qüvvəsini yaxud təzyiq qüvvəsini yaxud çəkini tapmış olsa bu ifadədən E bərabər olacaq. M V Y kvadrat bölünsün R çıxsın J və belə bir iki düsturlu olur. Aşağı nöqtədə reaksiya qüvvəsi, təzyiq qüvvəsi, çəki bir ifadəsi ilə yuxarı nöqtəsində həmin təzyiq qüvvəsi, yaxud reaksiya qüvvəsi, yaxud çəki iki bərabərliyə ifadə olur. İndi burada biz Y və yuxarı və aşağı nöqtədəki həmin o xəttin sürətləri qiymətləndirə bilsək, oradan ifadəsini tapa bilsək, onunla da daha kompakt, yığcam və mənalı ifadələri ala bilərik. Onun üçün neydi? Və bu oldu bizə ki, mexanikenin saxlaması qanuna görə, indi aşağı için yazılıb da, mexanik saxlamasına görə, burada olanda, bu sükunətdə olduğuna görə tam enerji nə olacaq? Potansiyel enerji bərabər olacaq. Və MGH nəyə bərabər olmalıdır? Bu nöqtə için yazıram. Bərabər olacaq kinetik enerji. Çünki bu nöqtədə həmin potansiyel enerji sıfırdır. Biz üfüqə nəzərə aparırıq biz. Potansiyel enerji sıfırdır. Və ona görə tam mexanik MGH nəyə keçir? Həmin nöqtədəki kinetik enerji keçir. Yəni burada sürət maksimaldır və maksimal sürətin aşağıdakı kvadratı M bölüsü 2 olacaq, MGH olacaq. Buradan VA kvadrat tapıb veririk. VA kvadrat olacaq 2GH. Bunu biz burada nəzərə alsaq, onda PA-çı, bu ifadədə PA-çı yerini qoysaq, alırıq ki, aşağı nöqtədə həmin təzyiq qüvvəsi, həmin çəki, həmin reaksiya qüvvəsi nə ilə ifadə olunur? Belə bir 4 bərabərliklə ifadə olunur. Həmin qayda ilə yuxarı nöqtə üçün enerji saxlaması qanunu yazı verir. Amma qeyd edilir ki, bu nöqtədəki kinetik enerji nədir? Potansiyel MGH-ı verir. Təbii ki, bu tam enerji gedir arada. Bu nöqtədə nəyə səhv olur? Bu nöqtədəki potansiyel enerjiyə və bir də kinetik enerjilərin cəmi. Biz onu nəzərə alsaq, nə yazırlar? Həmin bu nöqtə yazıram ki, tam enerji, bu tam enerji bərabər oldu buna. Bu da elə o deməkdir. Onun ki, bu MGH-ı bərabər oldu. Yazır, MGH bərabərdir bu nöqtə üçün. Olacaq bu nöqtədəki potansiyel enerji, MG vurursun 2'ye, çünki bu hündürlük yeri nəzər 2'ye bərabər. Üstə gəlsin, həmin nöqtədəki, yəni yuxarı nöqtədəki sürəti biz V-Y ilə işarə etsək, yuxarı nöqtədəki V-Y kvadrat bölünsün 2. Bu kinetik enerji ilə potansiyel cəmi bizə verir. Enerji mexanik saxlaması qanuna görə belə bir bərabərlik bizə verir. Buradan da V yuxarı nöqtədəki sürəti kvadratı tapa bilirik. Buradan da alır ki, V yuxarı nöqtədəki sürəti kvadratı 2GH çıxacaq. Biz bunu nəzərə alırıq burada 2 bərabərliyində, gördünüz və ondan sonra rahatlıqla belə bir ifadə alır ki, yuxarı nöqtədə həmin reaksiya qüvvəsi, təzyiq qüvvəsi və yaxud çəki nəyə bərabərdir? Metal kürəciyinin göstərdiyi təzyiq qüvvəsi, çəkisi, yaxud metal kürəciyə ölüm ilgiyə metal səth tərəfindən göstərilən, edilən reaksiya qüvvəsi nəyə bərabərdir? Həmin yuxarı nöqtədə P-Y bərabər MG 2H bölünsün R çıxsın 5. Böyle bir ifade var. O altlarını xət çəkmişəm. Bizim için önemli olan ifadeler hansılardır? Altına xət çəkilən ifadeler hansılardır? Aşağı noktada reaksiya qüvvəsi K bərabərdir MG nöqtəsi 2H bölünsün R plus 1, 4
ve bir de 6. Aşağı noktada, yukarı noktada ise ve yukarı MC 2H noktada çıksın 5. Bu da aşağı noktada. Çok asanlıkla görünür ki, tabii ki aşağı noktada reaksiyon ve tezgüz çeki yukarıdakinden çoktur. Buradan görünür ifadeler bir keresi, yani 6 ile 4'ün müqayisəsində göstərir ki, PA həmişə PA-dən böyükdür. Onların fərqi rahatlıqla görünür ki, həmişə nəyə bərabərdir? 6 MG-yə bərabərdir. Deməli, hansı ündürlükdən buraxılmanına asılı olmayaraq, bu laboratoriya konusunda bu proses edirsə, bu fırlanlarla böyle bir ölüm ilgili hərəkət edirsə, həmişə onun aşağı və yuxarı nöqtədəki reaksiya qüvvələrinin, təzyiq qüvvələrinin, metal gözün çəkilərinin fərqi nə olacaq? 6 MG-yə bərabər olacaq, daha 6 ündürlükdən asılı olacaq. Bu da bir vacib ifadələrdən biri. Deməli, aldı ki, aşağı nöqtədə reaksiya qüvvəsi 4 ifadəsini bərabərliyinə təyin olunur. Yuxarı nöqtədə isə 6 ilə təyin olunur və 7-ci də aldı ki, bunların fərqi, yəni aşağı və yuxarı nöqtədəki metal kürəciyin göstərdiyi metal ölüm yüksəliyyətini göstərdiyi təzyiq qüvvələrinin yaxud metal kürəciyə həmin səth tərəfindən metal səth tərəfindən göstərilən reaksiya qüvvələrinin fərqi 6 MG bərabərliyə göstərir, burada hündürlük yoxdur. Bu demək ki, o fərq həmişə sabitdir, hündürlükdən asılı olmayaraq bu proses baş verirsə, hündürlükdən asılı olan fərq həmişə 6 MG bərabərdir. İndi biz vacib üstündən aldıq 4, 6 və 7. İndi bunlar analiz bizə nə verir? Analiz nə verir? Biz burada diqqət etirsək, görürük ki, yuxarı nöqtədə sürət nədən asılıdır? Ancaq P-dən asılıdır. Təbii ki, biz burada kütlə də vardır. Konkret kütlədən gedirsə, verimi kütləli deməli, metal kürəciyin biz bu eksperimenti həyata keçirdik. Görürük ki, onun metal kürəciyin daxili səthi üzrə həmin yuxarı nöqtədə sürəti nədən asılıdır? Reaksiya qüvvəsindən asılıdır. Bunlar eyni istiqamətdə olduğuna görə bunun ən kiçik qiyməti sıfırdır da. Sıfır olanda bu özünün ən kiçik qiyməti alır. Qalan hallarda nə olur? Bu daha da artır. Deməli, burada nə alırım? Alıram ki, PY sıfır olanda, PY sıfır olanda, alıram nə alıram? Alıram ki, həmin yuxarı nöqtədəki sürət V yuxarı olur, özünün ən kiçik qiymetini alır. Çünki bunlar həmin nöqtədə metal kürəciyə göstərilən, metal sətlərin göstərilən reaksiya qüvvəsi bir də ağırlıq qüvvəsi eyni istiqamətdə olduğuna görə həmin reaksiya qüvvəsi yuxarı nöqtədə sıfır olanda artıq o nə olur? Özünün ən minimum qiymətini alır həmin nöqtədə sürət. Xətti sürət özünün ən minimum qiymətini alır və həmin minimum nöqtədə də həmin minimum qiymətdə də proses icra oluna bilir. Da ondan kiçik sürətlər olsa qalxıb bir-bircə düşəcək aşağı. Ondan böyük olmalı. Yəni bu prosesin baş verməsi üçün yuxarı nöqtədəki sürət həmişə nə olmalı? Bu minimumdan kiçik olmalıdır. O minimumsunda P-nin bərabər olmalı, nə olmalı? Sıfır olmalıdır. P-nin sıfır bərabər olmasını alırıq. Nə alıram burada? Nöqtəsi sıfır olmalıdır. Alıram ki 2H eksi 5 nə olmalıdır? Sıfır bərabər olmalıdır. Onda buradan da nə alıram? Alıram ki H özünün ən kiçik qiymətini alması üçün nə olmalıdır? Bu mörtəzə sıfır olduğunda alıram 2'də 5 gəlir, 2'də 5 gəlir. Bu qədər. Yəni biz belki də alırıq ki və həm onu qeyd edeyim ki, deməli, biz burada rahatlıqla görürük ki, V kvadratı nəyə bərabərdir? Biz burada yazmışıq da. Deməli, buradan da yazma olar. Buradan da yazma olar. Yerini qoysam, H-ın yerine 2,5R qoysam, yəni 2,5R qoysam, ben alıram ki V bərabər olacaq RC'ye. V bərabər olacaq RC'ye. Yani buradan da yazma olar. P bərabər 0 olanda ne alıram buradan? P bərabər 0 olanda. Yani P öyle, P yukarı. Yukarı nöqtədə reaksiyon 0 olanda ne alıram? Ancaq bu mörtəzə 0'a bərabər. Çünki de 0'da fərqlidir. Mörtəzə 0'da fərqli olmağı, 0 olmağı demək ki, V kvadratının etkisinin şey bərabər 0 olmalı. Buradan da alıram V ne olmalıdır? Kvadrat kökdə RC. Yani belli bu ifade mən yerin məhdud olduğuna görə biraz vacib üsullara yazmışam, amma bunlar bir-birini rahatlığına alır. Yani bu iki ifadesi de alır ki, sürətin yuxarı nöqtəsi ən minimum qiyməti P-nin 0 qiymətini uyğun gəlir. P-nin 0 olanda P-nin ən kiçik qiymətini alır. Mən ən kiçik qiymətini vermədim, bu mörtəsi 0 olmalı. Mörtəsi 0 olmalı göstərir ki, yuxarı nöqtə ən kiçik qiymət nə olur? Kvadrat kökdə RJ-dir. R radiusu J səbəsmə təsirinin qiymətidir. Deməli, sürət kvadrat RJ-dən kiçik olmamaq şərtilə bu eksperiment həmişə mümkündür və mümkün olanda yuxarı aşağı nöqtədəki təzyiq qüvvələrinin, yəni reaksiya qüvvələrinin, yəni metal çəkilərin fərqi həmişə 6 MG-yə
bərabərdir və bu prosesin baş verməsi üçün, yəni minimal sürətin əldə olunması üçün metal kürəcik ən azı, yəni minimal olaraq nə olmalı? İşte 5 R'dən kiçik olmalı. O da hardan çıxır? P sıfır olanda bu mörtəzənin sıfır olur. Mörtəzə sıfır olmağı buradan verir bize 2 H bölü 5 bərabər sıfır. Buradan H bərabər H minimum 2,5 2'de 5 R, 2,5 R. Yani 2'de 5 R'den, 2,5 R'den kiçik olmayan hündürlükten bu metal közü düşəndə həmişə bu proses mümkündür. Belə olanda da bu qeyd etdiyimiz belə bilgiləri, düsturları almış olur və bu ilə də məsələ mahiyyət baxımından necə tam incələnir və izah olunur. Bu qədər. Eğer suallarınız yanındasə, fikirlərinizi bildirebilirsiniz, beğendinizsə bunu paylaşabilirsiniz və irad və təşkillərinizi bildirebilirsiniz və bunun da əsasında biz gələcəkdə video dərslərimizi daha da hesab edilmiş keyfiyyətli qura bilərik. Oldu, gələn görüşlərə də növbəti video dərslərimizi görüşəndə. Sağ olun, salamat qalın.